Bismillahirrahmanirrahim. Sonra Allahın dostu İbrahim öz vətəninə, Fələstinə qayıtdı. Bir gün o arzuladı ki, Rəbbindən bir şey istəsin. İbrahim, Adəm Peyğəmbərin yaradılışından qiyamət gününə qədər, Muhammed Peyğəmbərdən sallallahu aleyhi və səlləm, sonra bütün yer üzünün ən sadiq insanıdır. Ondan, sənin Rəbbin kimdir deyə soruşduqda, belə deyər, mənim Rəbbim həyat verən və öldürəndir və məni öldürəcək. Sonra isə yenidən dirildəcək olan da odur. O, həyatın və ölümün Allahın əlində olduğuna tamamilə inanır. Lakin insan ruhu bəzən bəzi sirləri bilməyə can atdığı üçün o Rəbbindən bir şey istədi. Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər, dedi. Onun imanı tamdır. Lakin ruhu uca Allahın necə həyat bəxş etdiyini görmək istəyir. وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ أَرِنِي كَيْفَ تُحْيِي الْمَوْتَى. Elmin dərəcələri var. İbrahim yəqinlik elmi, ilmil yaqin dərəcəsinə çatmışdı. O pillələrlə qalxaraq yəqinlik gözü, aynəl yaqin dərəcəsinə çatmaq istəyir. O bir mömindir, lakin hələ də bunun necə baş verdiyini görmək istəyir. Allahın ölüləri diriltdiyinə dair heç vaxt şübhəsi olmayıb, hətta öz Rəbbinin bu cürü vəsf edir. Amma o bunu görmək istəyir. وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ أَرِنِي كَيْفَ تُحْيِي الْمَوْتَى قَالَ أَوَلَمْ تُؤْمِنْ قَالَ بَلَى وَلَكِنْ لِيَطْمَئِنَّ قَلْبِي. Onunla aləmlərin Rəbb arasındakı bu diyaloqa baxın. O, ölülərin dirilməsini çətin bir yolla görmək istəyir. Allah buyurdu, 4 quş gətir. Bu quşların təbiətini, onların adi quş olub olmadığını Allah bilir. Bu quşların fərqli olduğu deyilir. Qarğa, toyuq və ya tovuz quşu. Ən doğrusunu Allah bilir. Lakin onlar müxtəlif quşlar idi. Sonra buyurdu, onları özünə öyrəşdir, sonra isə onları parça-parça et. Yəni, ey İbrahim, bu 4 quşu gətir və onları kəsməyə başla. Onları doğra və bir-birinə qat. O, sadəcə onları kəsib, başlarına ayırmayacaqdı. Başı bədənə qaytarıb yenidən can vermək möcüzə sayılır. Lakin indi məsələ daha da çətinləşəcəkdir. 4 fərqli quşu gətir və onların parçalarını bir-birinə qarışdır. Sonra onları bir-birinə qat. Allah. Daha sonra bu parçalardan bir qismini götür və hər təpənin başına payla. Onları müxtəlif təpələrə səpələ. Sonra onları çağır. Ey İbrahim, bu quşları səslə. Həqiqətən də o, uca Allahın ondan istədiyini tam olaraq yerinə yetirdi. 4 quş gətirdi, onları doğradı və müxtəlif təpələrin üzərinə yaydı. Sonra onları çağırdı. Ey quşlar, Allahın əmri ilə gəlin, dedi. İbrahim Peyğəmbər bu vadidə onları səsləyirdi. Ey quşlar, Allahın əmri və iradəsi ilə gəlin. Nə baş verdi? Quşların hər bir parçası toplandı. Quşların hissələri, o cümlədən qanları, lələkləri və dəriləri hər təpədən onun yanına gəldi. Sonra quşlar İbrahimin qarşısında yenidən birləşdi. Bu möhtəşəm bir mənzərə idi. Hər bir hissə öz yerini tapana qədər digəri ilə qovuşmağa başladı və quşların bədənləri tamamilə formalaşdı. Sonra uca Allah onların ruhlarının yenidən qayıtmasına izin verdi. Ruh bütün quşlara üfürüldü. Quşlar İbrahim Peyğəmbərin gözləri qarşısında tərpənməyə başladılar. Onlar hərəkət etməyə, hətta uçmağa başlayaraq İbrahimə tərəf gəldilər. Aleyhisselam. وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ أَرِنِي كَيْفَ تُحْيِي الْمَوْتَى قَالَ أَوَلَمْ تُؤْمِنْ قَالَ بَلَى وَلَكِنْ لِيَطْمَئِنَّ قَلْبِي قَالَ فَخُذْ أَرْبَعَةً مِنَ الطَّيْرِ فَصُرْهُنَّ إِلَيْكَ ثُمَّ اجْعَلْ عَلَى كُلِّ جَبَلٍ مِّنْهُنَّ جُزْءًا ثُمَّ ادْعُهُنَّ يَأْتِينَكَ سَعْيًا وَاعْلَمْ أَنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ. Allahın dostu İbrahim aleyhisselam üçün gerçəkləşən bu mənzərə nə qədər də gözəldir. İbrahim ömrünün son illərini Fələstində yaşadı. İllərin birində torpaq
quraqlaşdı. İbrahim aleyhisselam ailəsinə biraz yemək gətirmək istədi. İraqdakı dostlarından birinin yanında bəlkə yemək tapar ümidi ilə onlardan icazə alıb yola düşdü. Lakin ora getdikdə heç nə tapmadı. Onların da torpağı eyni vaxtda quraqlığa məruz qalmışdı. O əliboş geri qayıtdı. Ailəmin yanına necə qayıdacağam deyə düşündü. Evinə çatmazdan əvvəlki son gecədə heybəsini qum ilə doldurdu. Öz-özünə dedi: "Bunu görsələr, yemək olduğunu zənn edərlər. Beləcə onları boş heybə ilə məyus etmərəm." Gecə vaxtı evinə daxil oldu və yatdı. Səhər oyananda xəmir qoxusu hiss etdi. Həyat yoldaşından soruşdu: "Bu nədir?" "Xanımı xəmirdir," dedi. "Onu hardan tapmısan?" "Sənin gətirdiyin undan." "Hansı undan?" "Dünən gətirdiyin undan." O heybəyə baxdı və anladı ki, Uca Allahın lütfü ilə qumlar una çevrilib. Bu Allahın dostudur. Bu İbrahim aleyhisselamdır. Sara radiyallahu anhə ondan əvvəl vəfat etdi. O, Əl-Xəlil şəhərində yerləşən bir mağarada dəfn olundu. Həmin mağara bugünə qədər mövcuddur. Bir neçə il sonra İbrahim evinə qayıdarkən içəridə yaşlı bir adam gördü. Ona dedi: "Sən kimsən? Mənim icazəm olmadan evimə necə girmisən?" O cavab verdi: "Mən ölüm mələyiyəm." "Nə?" "Mən ölüm mələyiyəm." Mələk insan surətində gəlmişdi. İbrahim soruşdu: "Səni bura gətirən nədir?" Mələk cavab verdi: "Uca Allah məni dost tutduğu bəndələrindən birinin yanına göndərib." İbrahim dedi: "Onu mənə təsvir et. Əgər onun yerini bilsəm, ölənə qədər ondan ayrılmaram. Allahın bu dostunun kim olduğunu bilmək istəyirəm." Mələk dedi: "O sənsən ey İbrahim. Allah səni dost tutub." Allahu Ekber. Son saniyələr. Mələk onun ruhunu almaq üçün ondan icazə istədi. Peyğəmbərlərlə belə olur. Mələklər onların canını almaq üçün gələndə onlardan icazə alırlar. Bu, Allahın onlara bir lütfüdür. İbrahim övladlarını, İshaqı və onun uşaqlarını topladı. İsmayıla gəldikdə isə o Məkkədə idi və orada da vəfat etdi. İshaq oğullarını toplayanda onlara nəsihət etdi. ووصى بها إبراهيم بنيه ويعقوب يا بني إن الله اصطفى لكم الدين فلا تموتن إلا وأنتم مسلمون. Bundan sonra İbrahim aleyhisselam Allahın izni ilə vəfat etdi. İshaq və oğulları onun cənazə namazını qıldı. O da Əl-Xəlil şəhərindəki eyni mağarada dəfn olundu. Şəhər bu günə qədər onun adı ilə adlanır. Əl-Xəlil. Allahın salamı olsun Allahın dostuna. O, Uca Allahın sevimlisidir. Peyğəmbərlərin atasıdır. O 200 yaşında vəfat etdi. Ondan sonra gələn bütün peyğəmbərlər onun nəslindəndir. Bəli, onların hamısı İbrahimin nəslindəndir. Ya İshaqdan, ya da İsmaildan. Bu nəsildən kənar başqa heç bir peyğəmbər gəlməmişdir. İsmaila gəldikdə isə o Məkkədə qaldı, İshaq isə Fələstində yaşadı. İbrahimin oğlu İshaq peyğəmbər aleyhisselam Rifqa adlı bir qadınla evləndi. İshaqın əkiz övladı dünyaya gəldi. Böyüyün adı İs idi ki, o Rumluların, Romalıların atası sayılır. İkincisi isə ondan sonra doğulan Yaqub idi. Biz inşallah Yaqub peyğəmbərin digər adını da öyrənəcəyik. Günlər keçdi və hər iki övlad böyüdü. Anası hiss etdi ki, İs qardaşını sevmir və onun qəlbinə həsəd sızmağa başlayır. O, gənclik çağına çatmış oğlu Yaqub üçün qorxurdu. Anası ona dedi: "Əziz oğlum, get." Yaqub soruşdu: "Hara gedim anacan?" Anası cavab verdi: "Harrana, dayının yanına səfər et." Onun Laban adlı bir dayısı var idi. Anası oğlundan xahiş etdi ki, orada qalmaq üçün Harrana, dayısının yanına getsin. O bir oğlunu digərindən qoruyurdu. Onlar qardaş idilər, lakin bəlkə də şeytan aralarına həsəd toxum əkmişdi. İshaq aleyhisselam hələ sağ idi.
və yaşı xeyli irəliləmişdi. O, övladlarının anasının bu xahişi ilə razılaşdı. Yaqub onlarla vidalaşıb yola düşdü. O, Harrana, dayısının yanına çatdı və öyrəndi ki, dayısının 2 qızı var. Böyüyü Liya idi və o arıq, zəif idi. Kiçiyi isə Rahil idi və bacısından daha sağlam, görünümlü idi. Yaqub dayısına dedi, mən sənin qızınla evlənmək istəyirəm. Dayısı cavab verdi, əgər evlənmək istəyirsənsə, gərək mənim yanımda qoyunçuluq və əkinçiliklə 7 il işləyəsən. Evlilik mehri budur. Yaqub aleyhisselam 7 il işlədi. Dayısının yanına gedəndə yolda o, gözəl bir yuxu görmüşdü. Rəbbinə əhd etmişdi ki, əgər bu yerə geri dönsə, orada Allah üçün bir ev, məbəd tikəcək. O, dayısının qızı ilə evlənmək üçün onun yanında 7 il işləməyə davam etdi. O, kiçik qızı, Rahili istəyirdi. Evlilik vaxtı çatdıqda dayısı ona Liyanı verdi. Yaqub dedi, əziz dayı, mən sənin kiçik qızını, Rahili istəmişdim. Dayısı dedi, bizdə kiçiyi böyükdən əvvəl ərə vermirlər, amma istəsən, onunla da evlənə bilərsən. Yaqub dedi, mən kiçik olanı istəyirəm. Onların şəriətində 2 bacı ilə evlənmək icazəli idi. Lakin bu hökm sonradan Tövrat ilə dəyişdi. O vaxt isə buna icazə verilirdi. Yaqub dedi, mən onun bacısını da istəyirəm. Dayısı cavab verdi, bunun üçün daha 7 il işləməlisən. O daha 7 ildə işlədi və kiçik qız Rahil ilə evləndi. Dayısı qızlarının hər birinə bir cariyə, xidmətçi qadın bağışladı. Allah Yaquba Liyadan və 2 cariyədən 10 güclü oğul bəxş etdi. Rahilə gəldikdə isə o bir müddət övlad sahibi ola bilmədi. Uca Allah ona sonradan elə bir övlad bəxş etdi ki, o hamısına bərabər idi. Adını Yusuf qoydu. O nə qədər yaraşıqlı idi. Bu körpə nə qədər gözəl idi. Bir neçə il sonra Allah ona Bünyamin adlı daha bir oğul bəxş etdi. Yusuf və Bünyamin doğma qardaş idilər. Cəmi 12 qardaş oldular. Yaqub ailəsi və uşaqları ilə öz ölkəsinə qayıtmaq üçün dayısından icazə istədi. Dayısı ona icazə verdi. Evə qayıdarkən qardaşı İsin 400 nəfər gətirdiyini eşitdi. Öz-özünə dedi ki, qardaşı onu və bütün ailəsini öldürəcək. Yaqub aleyhisselam qorxdu. Qardaşı ilə qarşılaşanda dedi, nə istəyirsən? Əgər bu qoyunları və pulu istəyirsənsə, hamısını götürə bilərsən. Qardaşı cavab verdi. Kim dedi ki, mən qoyunları və pulu istəyirəm? Əksinə mən səni qarşılamaq istəyirəm. O Yaqubu qucaqladı və Uca Allah qardaşları yenidən bir araya gətirdi. Bu, ən gözəl qarşılanma idi. Yaqub aleyhisselam Rəbbinə orada bir ev, məbəd tikəcəyinə dair söz verdiyi yerə qayıtdı. Hansı evdir bu? Bu, Məscid-ül Əqsadır. Bu, Qüdsdür. Yaqub aleyhisselam onu İbrahimin Kəbəni bərpa etməsindən 40 il sonra inşa etdi. Sonra o, Fələstindəki atasının evinə qayıtdı. İshak ömrünün son çağlarında idi. İshak aleyhisselam Uca Allahın iradəsi ilə vəfat etdi. Sonra onun cənazə namazı qılındı və o, Allahın dostu İbrahim aleyhisselam və anası Saranın dəfn olunduğu həmin mağarada dəfn edildi. Onların üçü də Əl-Xəlildəki o mağarada dəfn olunublar. İsmayıla gəldikdə isə o, Məkkədə idi. Həcər ondan əvvəl vəfat etmişdi. Sonra İsmayıl aleyhisselam vəfat etdi və anası ilə birlikdə Kəbənin yanında dəfn olundu. İsmayıl və anası məhz bu yerdə dəfn ediliblər. Kim qaldı? Yaqub aleyhisselam qaldı. Allah ona vəhiy etdi ki, ona İsrail adını verib. Bu, Allahın qulu deməkdir. Yaqubun böyük bir məqamı olacaqdı. Yaqub aleyhisselam həm Yaqub, həm də İsrail adlanır. Onun 12 oğlu var idi. Yaqub aleyhisselam sağ idi. Atası və babası isə vəfat etmişdilər. Həqiqətən də o, Allahın dostunun nəvəsi, nəcib bir atanın nəcib oğludur. Bu, Peyğəmbərlər silsiləsidir. Yaquba aleyhisselam və onun 12 oğluna nə olacaq? Uca Allahın Yaqubun övladları haqqında bizə danışacağı hekayə nədir? Onların başına nə gələcək? Biz birlikdə hekayələrin ən yaxşısına və ən gözəlinə başlayacaq. O 12 övladın hekayəsinə ki, onların içində biri gözəlliyin yarısına sahib idi.
onun sınağı və məşəqqəti. Yusif peyğəmbərin əleyhissalam hekayəsi növbəti bölümdə başlayacaq inşallah.